Əziz dinləyicilər, sizə təqdim etdiyimiz bu audio yazılarda müəllifi Mehdi Pişvai olan Məsum İmamların Həyatı kitabından istifadə etməklə əldə olunmuş bir qrup tarixi məlumatlar mövcuddur. Şiə.az saytına məxsus Elmi Araşdırmalar Mərkəzinin təşəbbüsü ilə ərsəyə gəlmiş bu audio yazı Oktay Əkbərov tərəfindən səsləndirilmişdir. Yayım hüquqları Son Ümid TV-yə məxsusdur. Həzrət Əli əleyhissalamın Ühud döyüşündəki misilsiz şücaəti. Bədir döyüşündəki məğlubiyyət Qureyş müşriklərinin ruhiyyəsini çox zəiflətdi. Buna görə də onlar bu məğlubiyyətin əvəzini çıxmaq və öldürülən müşriklərin intiqamını almaq üçün sayca daha çox və daha təzhizatlı bir qoşun ilə Mədinəyə hücum etməyi qərara aldılar. Həzrət Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmin kəşfiyyatçıları Qureyşin bu qərarını ona çatdırdılar. Həzrət Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm də səhabələrini təcili toplantıya çağırdı. Müsəlmanlardan bir dəstəsi müşriklərlə Mədinədən kənarda vuruşmaq təklifini irəli sürdülər. Beləliklə, Həzrət Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm 1000 nəfərlik qoşun ilə Mədinənin şimalında yerləşən Ühud dağına tərəf hərəkət etdi. Yolun yarısında münafiqliyi artıq çoxlarına məlum olan Abdullah ibn Übəy və onun 300-ə yaxın tərəfdarı Mədinəyə qayıtdı. Nəticədə İslam qoşununda cəmi 700 nəfər döyüşçü qaldı. Hicri 3-cü il Şəvval ayının 7-si səhər çağı iki qoşun Ühud dağının ətəyində bir-biri ilə qarşı-qarşıya dayandı. Həzrət Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm döyüş başlamazdan qabaq məntəqəni nəzərdən keçirmişdi. Dağın başındakı keçid onun diqqətini çəkmişdi. Həzrət Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm ehtimal verdi ki, döyüşün qızğın çağında kafirlər həmin keçiddən keçib müsəlmanlara arxadan zərbə endirə bilərlər. Bu təhlükənin qarşısını almaq məqsədi ilə o, Abdullah ibn Zübeyri 50 nəfər oxatanla həmin keçiddə nəzarətçi qoydu. Həzrət Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm onlara dönə-dönə tapşırdı ki, öz yerlərini əsla tərk etməsinlər və hətta müsəlmanlar qalib gəlsələr belə oradan uzaqlaşmasınlar. Qeyd edək ki, o dövrün döyüşlərində bayraqdarın rolu olduqca böyük idi. Buna görə də bayraq həmişə şücaətli və qüvvətli şəxsin əlinə verilirdi. Döyüş zamanı bayraqdarın müqaviməti və bayrağın dalğalanması döyüşçülərin ruhiyyəsini qaldırırdı. Əks tərəfdən bayraqdarın öldürülməsi və bayrağın yerə düşməsi döyüşçülərin ruhiyyəsini zəiflədirdi. Elə bu səbəbdən də döyüşçülərdə döyüş ruhunun qorunması üçün əvvəlcədən bir neçə nəfər bayraqdar təyin edilirdi. Biri öldürüldükdə o birisi bayrağı götürürdü. Ühud döyüşündə Qureyş bu ənənəyə əməl edib ən şücaətli tayfa olan Bəni Əbduddar tayfasından bir neçə döyüşçünü bayraqdar təyin etdi. Ancaq döyüş başlanan kimi onların bayraqdarları bir-birinin ardınca Həzrət Əli əleyhissalamın qılıncı ilə həlak edildi. Beləliklə də müşriklərin bayrağı yerə düşdü və onların döyüşçüləri qaçmağa üz tutdular. İmam Sadiq əleyhissalam bu hadisə barədə buyurub, Ühud döyüşündə müşriklərin 9 bayraqdarı olmuşdu və onların 9-u da Əli əleyhissalamın qılıncı ilə qətlə yetirilmişdi. Həmçinin İbn Əsir Əl-Kamilu fit Tarix kitabının 2-ci cildinin 154-cü səhifəsində yazır. Qureyşin bayraqdarlarını həlak edən Həzrət Əli əleyhissalam idi. Şeyx Səduq nəql edir ki, özündən sonraki xəlifəni təyin etmək üçün xəlifə Ömərin çağırdığı 6 nəfərlik yığıncaqda Həzrət Əli əleyhissalam bu üstünlüyünü onlara xatırladaraq buyurmuşdu. Sizi an verirəm Allaha, deyin görüm, bizim aramızda Ühud döyüşündə Bəni Əbduddar tayfasından olan 9 bayraqdarı məndən başqa kim öldürdü? Daha sonra Həzrət Əli əleyhissalam sözünə belə davam etdi.
Bu 9 nəfər bayraqdar öldürüldükdən sonra Bəni Əbduddar qəbiləsinin iri cüssəli nökəri Səbəb meydana çıxdı. O, ağzı köpüklənə belə deyirdi: "Ağalarımın qisasını ancaq Muhammədi öldürməklə alacağam." Siz onu görəcək təşvişə düşüb, hərəniz bir kənara çəkildiniz. Ancaq mən onunla döyüşə getdim. Biz təkbətək döyüşdük. Mən ona, o da mənə zərbələr indirirdi. Nəhayət, mən ona elə bir zərbə indirdim ki, o belindən 2 hissəyə bölündü. Yığıncaqdakılar bir daha hamılıqla Həzrət Əli əleyhissalamın bu qəhrəmanlığını təsdiqlədilər. Bir sözlə, bayraqdarlarının bir-birinin ardınca yerə sərildiyini görən Qureyş qoşunu meydana arxa çevirib qaçmağa üz tutdular. Dağın başındakı keçidi qoruyan müsəlman oxatanlar bunu görcək, qənimət ələ keçirmək üçün yerlərini tərk edib dağdan aşağı enmək istədilər. Lakin onların başçısı Abdullah ibn Zübeyr Həzrət Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmin tapşırığını onlara xatırlatdı. Ancaq onlar Abdullahın sözünə məhəl qoymadılar. Beləliklə, onlardan 40 nəfəri qənimət ələ keçirmək üçün dağdan aşağı indi. Abdullah isə 10 nəfər və ya daha az oxatanla dağın başında qaldı. Dağın başındakı keçidin nəzarətsiz qaldığını müşahidə edən Xalid ibn Vəlid bu fürsətdən istifadə edib bir dəstə ilə ora hücum çəkdi və orada qalan 5-10 nəfər oxatanı öldürüb arxadan müsəlman qoşununun üzərinə hücuma keçdi. Bu məqamda Əmrə binti Əlqəmə adlı Qureyşin müşrik qadınlarından biri özlərinin ayaq altına düşmüş bayrağını qaldıraraq müşrikləri ruhlandırdı. Bir anda döyüşün gedişatını tamamilə dəyişdi. Müsəlmanlar bir-birlərinə dəydilər və pərakəndəlik yarandı. Döyüşçülərin sərkərdələrlə əlaqəsi kəsildi. İslam mücahidlərinin təxminən 70 nəfəri, o cümlədən Həzrət Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmin əziz əmsi Həmzə ibn Əbdülmüttəlib və İslam qoşununun bayraqdarlarından biri olan Məsəb ibn Ümeyr şəhid edildi. Müsəlmanların məğlubiyyəti artıq göz qabağında idi. Digər tərəfdən müşriklər döyüş meydanında Həzrət Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmin öldürüldüyünə dair şayiə yaymağa başladılar və bu yolla müsəlmanları ruhdan saldılar. Bir tərəfdən müşriklərin yenidən hücuma keçməsi, digər tərəfdən isə Həzrət Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmin ölüm şayiəsi müsəlmanların əksəriyyətinin döyüş meydanından qaçmasına səbəb oldu. Döyüş meydanında Həzrət Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmin ətrafında tək-tük adam qaldı. Həlledici və həssas anlar gəlib çatmışdı. Bu anlarda idi ki, Həzrət Əli əleyhissalamın kimliyi bir daha məlum oldu. Çünki o, misilsiz şücaət və rəşadətlə Həzrət Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmin kənarında vuruşur və onu müşriklərin arası kəsilməyən amansız hücumlarından qoruyurdu. İbn Əsir öz kitabında yazır: Həzrət Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm onların üzərinə hücuma keçməyə hazırlaşan bir dəstə müşriki görüb, Həzrət Əli əleyhissalama əmr etdi ki, onlara hücum etsin. Həzrət Əli əleyhissalam Həzrət Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmin əmri ilə onlara hücum etdi və onların bir neçəsini öldürməklə dəstələrini dağıtdı. Sonra Həzrət Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm hücuma keçməyə hazırlaşan başqa bir dəstəni görüb, yenə də Həzrət Əli əleyhissalama onlara hücum etməyi əmr etdi. Bu dəfə də Həzrət Əli əleyhissalam onların bir neçəsini öldürərək aralarında pərakəndəlik saldı. Bu zaman vəhiy mələyi Həzrət Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmə nazil olub dedi: Əli əleyhissalamın göstərdiyi fədakarlığın zirvəsidir. Həzrət Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm ona buyurdu: O məndən, mən də ondanam. Bu vaxt səmadan səs eşidildi: La seyfə illa zülfüqar və la fəta illa Əli. Yəni, Zülfüqardan başqa bir qılınc və Əlidən başqa bir mərd yoxdur. İbn Əbil Hədid yazır:
Elə ki, səhabələrin çoxu qaçmağa üz tutdu, müşriklər Həzrət Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmə hücumlarını artırdılar. Bəni Kənanə və Bəni Əbd Mənat qəbilələrindən bir dəstə Həzrət Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmə tərəf hücum çəkdilər. Onların arasında 4 adlı sanlı cəngavər də var idi. Həzrət Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm Həzrət Əli əleyhissalama əmr etdi ki, onların hücumunun qarşısını alsın. Həzrət Əli əleyhissalam piyada vuruşurdu. O, 50 nəfərdən ibarət olan bu dəstəyə hücum edib, onları darmadağın etdi. Onlar bir neçə dəfə birləşib, Həzrət Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmə hücum etməyə cəhd göstərsələr də, Həzrət Əli əleyhissalamın müqavimətini qıra bilmədilər. Bu hücumda həmin adlı sanlı 4 cəngavər və adları tarixə məlum olmayan digər 10 nəfər Həzrət Əli əleyhissalamın qılıncı ilə yerə sərildi. Cəbrail, Həzrət Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmə nazil olub buyurdu: Əli əleyhissalam həqiqətən də fədakarlıq göstərir. Mələklər bu cavanın sənin üçün etdiyi fədakarlığa heyran qalmışlar. Həzrət Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm isə Cəbrailə buyurdu: Çünki o məndən, mən də ondanam. Cəbrail dedi: Mən də sizdənəm. Həmin gün səmadan belə bir səs eşidildi: La seyfə illa zülfüqar və la fəta illa Əli. Yəni, Zülfüqardan başqa bir qılınc və Əli əleyhissalamdan başqa bir mərd yoxdur. Bu səs dəfələrlə eşidildi. Səs eşidilir, ancaq bu sözləri deyən görünmürdü. Həzrət Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmdən soruşdular: Bu sözləri deyən kimdir? O cavab verdi: Cəbrail.